Bugün sizlerle bölüşmek istediğim mövzu Allah'a yakın olmaq barəsindədir. Hansı əməli biz icra eləsək Allah'a yakın olarıq. Bu ay ümumiyyətlə elə bir müqəddəs aydır ki, elə bir əzəmətli aydır ki, bu ayda bütün bəndələri Allah özü öz mənəvi süfrəsinə dəvət edir. Özü özünə yaxınlaşmağa dəvət edir. Bu ay elə bir aydır ki, Allah Teala bəndələrini istəyir ki, bir balaca başqa aylardan yaxşıya doğru fərqləndirən bir əməl görə onlardan, onu çəkə hidayət eləyə. Onu bataqlığın içərisindən çəkə nicat verə. Allah'a yaxınlaşmağın bir sıra vasitələri var, yolları var. O yollardan, vasitələrdən biri də Allah'ın ibadətini, itaətini, vacibatını düzgün əməllə icra eləməkdir. Necə ki, bu Ramazan ayıdır. Ramazan ayının əməli nədir? Ramazan ayının vacib əməli budur ki, gərək bu ay daxil oldu, bəlli bir vaxtdan, bəlli bir vaxta qədər bütün varlığınla, bütün yaradılışınla, vücudunla neyniyəsən? Oruç tutasan. O səbəbi olur ki, insan ali hədəflərə yetişir, Allah'a yakın olur. Peyğəmbər salavatullah buyurur ki, Allah Teala buyurmuştur. Heç bir bəndə vacib buyurduklarımdan mənim üçün daha əziz olan bir vasitə ilə mənə yaxınlaşa bilməz. O vasitə namazdır, oruçdur, xumsdur, zəkatdır. Allah ki nələr vacib edib, o vacibatla deyir mənə yaxınlaşa bilər bəndə. O qədər mənə yaxınlaşa bilər ki, başqa bir vasitə o qədər insanı mənə yaxınlaşdıra bilməz deyir. Və davamında Həzrət buyurur ki, Allah Təbarək və Teala buyurur, Allah'ın məhəbbətini, bir var, misal üçün Allah'a yaxınlaşdın, Allah'ı sevdin. İndi bunun ikinci tərəfi də var. İkinci tərəfi budur ki, Allah da səni sevər. Gərək elə bir iş görəsən ki, Allah da səni sevər. Deyir, bunun o ikinci tərəfi ki var, Allah'ın da səni sevməyini istəyirsənsə də, deyir, müstəhəb namaz qıl. Gecə namazı çox önəmlidir bu barədə. Sübh namazından yarım saat qabaq oyanıb, bir dəstəmaz alasan sübh namazına qədər, 11 rükətdir gecə namazı, 2-2 rükət qılınır, axırıcı bir rükətdir. O ki istəyir mənim məhəbbətimi qazana, deyir, vacib ibadətin yanında, vacibatın yanında müstəhəb əməlləri də görə ki, mənim məhəbbətimi qazana. İmam Cəfər Sadiq əleyhissalam bir hədisində buyurur ki, deyir, vacibatınızın ətrafına müstəhəb əməllərinizlə sədd çəkin, divar çəkin. Şeytan yaxınlaşıb istəsə ki, vacibatınızı ələ keçirsin, o zaman elə birbaşa sənin vacibatına əl uzatmasın. Sənin müstəhəb əməllərin vacibatının ətrafında divar olsun. Qoymasın ki, şeytan elə gələn kimi əlini vacibatına uzadıb əlindən alsın. Həzrət Resulullah ki bizə çatdırır, Allah Təbarək və Teala buyurur, bir bəndə vacib əməllərlə mənə yaxınlaşdığı kimi başqa bir əməllərlə yaxınlaşa bilməz və mənim məhəbbətimi əldə etmək üçün gərək vacibatın bölündə müstəhəb əməlləri də ola, müstəhəb namazları da ola. Deyir, əgər ki bir bəndə mənə yaxın oldu, gör indi Allah Teala nə deyir ha? Çox maraqlı hədisdir. Deyir, əgər ki bir bəndə mənə yaxınlaşdı və mənim məhəbbətimi qazandı, nə olur? Nə baş verir? Allah Teala deyir ki, bu 6 dənə şeyi mən ona verərəm. Birinci, Allah'ın bəndiyə verdiyi mükafatı budur ki, qulağı olaram, deyir o adamın. Mən o adamın qulağı olaram. O adam mənim vasitəmlə eşidər. Söhbət bu qulaqdan getmir. Bu zahiri qulaqdan getmir. Söhbət batini qulaqdan gedir, mənəvi qulaqdan gedir. O səmiyyətdən gedir söhbət. Allah deyir ki, mən onun qulağı olaram. Mənim vasitəmlə həqiqəti eşidər. Qulağımızdan bu pərdə çəkilə,
biz nələri eşidərik? Qulağımızdan bu pərdə çəkilə, biz eşidərik bütün dağ, daş, yaradılmış hər nə var ki, bizə cansız kimi görünür, əslində onlar aləmi mənada Allahı zikr edirlər. Qulağımızdan bu pərdə çəkilsə, biz eşidərik onların zikrini. Deyir, əgər ki, bəndə mənə yaxın ola və mənim məhəbbətimi qazana, deyir, mən onun qulağı olaram, mənim vasitəmlə eşidər. İkinci nə verir? Deyir, mən onun gözü olaram. O bəsirət ki var, o pərdə ki var gözümüzdədir, o pərdə insanın gözündən qalıqsa, insan həqiqi aləmi gözündən görər. Üçüncü buyurur ki, mən onun dili olaram. Yəni, onun ağzından çıxan hər bir söz hikmətli olar. Necə ki, Həzrət-i Loğman, hikmət sahibi olan Həzrət-i Loğman, Allah ona hikmət verir. Quran-ı Kərimdə özü də deyir ki, biz Loğmana hikmət verdik. Deyir, əgər bir bəndə mənim məhəbbətimi qazansa, mən ona dil olaram, mən ona yəni hikmət verərəm. Ağzından çıxan bütün sözləri mənim o istədiyim ləyaqətli sözlər olar, nurani sözlər olar, kəsərli sözlər olar, mənalı sözlər olar ağzından çıxanlar. Da ləyaqətsiz, pis-pis sözlər danışmaz, boş-boş sözlər, elə mənasız sözlər danışmaz. Sonra buyurur ki, dördüncü Allah Təbarək və Teala insana verdiyi mükafatı budur ki, deyir, mən onun əli olaram, mənim vasitəmlə vurar. Lazım gələn yerdə bəzən dillə danışmaq yox, bəzən nahaqqın qabağında yumruğunla da dirənməlisən. Lazım gələndə qapazınla dirənməlisən onun qabağında. Birinci təbii ki, əxlaqla, gözəl rəftarla, ləyaqətlə gərək danışasan ki, onu haqq yola dəvət eləyəsən. Əgər bu inatkarlıq eləyə və hörmətsizlik eləyə, lazım olanda, lazım olan yerdə gərək əli ilə də onun qarşısında dayanasan. Deyir, mən onun elə bir məqama gəlib çatar ki, mənim məhəbbətimi qazansa, mən onun əli olaram, mənim vasitəmlə vurar. Necə ki, keçmişə baxsaq, Həzrəti Əmir-əl-Möminin əleyhissalamın bir zərbə indirdi, Peyğəmbər salavatullah buyurdu ki, əlinin bu xəndəkdə vurduğu zərbə qiyamət gününə qədər insanların və cinlərin ibadətindən üstündür. Bir dənə zərbə. Çünki orada ixlasla hərəkət eləmişdi. Allah Teala deyir, mənim məhəbbətimi qazanan adamın mən əli olaram, mənim vasitəmlə vurar. Orada Əli əleyhissalam Allahın vasitəsi ilə Allaha xatir qürbətən ilə Allah vurdu. O da səbəb oldu ki, Allah onu tərifləyir. Növbəti Allahın mükafatı bəndəsinə budur ki, deyir, məni çağırsa ona cavab verərəm. Əgər bir bəndə əlini açıb dua eləsə, mən onun duasını qəbul edərəm. Əgər o mənim məhəbbətimi qazansa. Necə ki, Allah Teala özü Quran-ı Kərimdə deyir, Udu'uni əstəcib ləkum. Deyir, mənə dua eləyin, məni çağırın, mən də sizin çağırışınıza cavab verim, duanızı qəbul edeyim. Və altıncı, mənim ona verdiyim mükafatım deyir Allah Teala, əgər məndən bir xahiş etsə ona verərəm. İnsan gərək bu şeylərə diqqət yetirək ki, Allaha yaxınlıq insanı ucaldar. Şeytana yaxın olmaq insanı zillətə aparar, məhvə aparar, sürükləyər. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allaha yaxın olmağın ən böyük vasitələrindən biri də gözəl əxlaqlı olmaqdır. Xoş xasiyyətli olmaqdır, həm ailədə, həm cəmiyyətdə. Allahdan arzum budur ki, Allah Təbarək və Teala bizləri dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın. Allah Təbarək və Teala sonumuzu xətm-i bi xeyr eyləsin inşallah.